neçə dəfədir ki, artıq bu Bolt uygulaması ilə çağırdığımız taksilərdən belə icazəsiz davranışlar görürəm, kobud davranışlar görürəm. Samir öz dedi ki, ana sən necə səbr eləyirsən? Dedim ki, mən balam, ləkə düşüb. Dedim ki, mən balam, hər işdə bir xeyir var. Mən uzatmaq istəmirəm. Bir dəfə, iki dəfə görürsən ki, bunlar qızışırlar. Hamısına şamil etmirəm. Elə insancıl, elə tərbiyəli taksicilər var ki, Allah razı olsun hamısından, insanlıq ellər. Amma bəziləri var ki, elə bir ki, yalvara-yalvara onun maşınına minirsən. Sən Allah məni buraya apar, ay dədəvin gör məni. Elə aparsan, səni minnətlə aparır. Bir-ikisində belə bu, deyir, o hərdən məndə olurdu. Mən bilirsiniz ki, gülüb danışan biriyəm. O hərdən partlayanda pis partlayıram da, elə bir limitim oldu. Heç peşman da deyiləm. Çünki mən çox səbr eləməyi sevirəm. Bir gün partladımsa bilin ki, hak etmişdim. Taksiyə mindik, gedəndə belə dönüb gülə-gülə belə eləyir. Mənə oradan 5 ulduz verin, tərifləyin məni. Mən də belə qaldım, ilk başa düşmədim. Dedim ki, mən onsuz da bütün taksi şoferlərinə həqiqətən 5 ulduz verirəm. Daxil hər kəs öz çörəyini qazanır da. Yox, iptal eləmişəm, pul yazmasın deyə. Dedim, siz mənə demədən niyə iptal elədiniz ki? Düşünsənizə, mən minmişəm taksiyə, mənə demədən pul ona qalsın deyə demirəm. İndi bilmirəm nə qədər faiz çıxır. Hər kəs bəlkə haqsızlıq eləyir, amma o mənim günahım deyil axı. Birdən mənim yolda başıma iş gəldi. Kimə sübut eləyə biləcəm ki, mən o taksidə idim? Kimə sübut? Sən məni sormadan mənim o taksimi, mən minmişəm maşına, iptal edib ki, müştəri gəlmədi. Və mənə deyir ki, üzr istəyirəm ifadəmə görə. Utanmaz da deyir ki, 5 ulduz verin mənə. Ay Allah, mənə bir əsəb gəlir ki, məni bilənlər bilir, mən əsəbimi sıxan biriyəm. Elə ona görə migrenim həmişə tutur. Mənim migrenim tutanda bibi həmişə deyirlər ki, ana da deyir, nənə gil. Deyirlər ki, kim səni əsəbləşdirdi? Nəyə əsəbləşdin sən? Çölə çıxdım ki, orada səs var idi. Hələ bu azmış gibi. Mən daha səsimi çıxarmadım, heç nə demədim. Dedim ki, da eyb yoxdur, insanlıq halidir da, şişirməyim hər şeyi. Gəlmişim, rica elədim. Dedim ki, B blokuna rica edəcəm. Beri, ayda, aşağıya qədər enəcəyik. Qalmışam belə, salam, təşəkkür edirəm. O gördü ki, mənim həqiqətən, o sıfat əşqalimdən bilirsiniz də, məni tanıyanlar bilir. Mən dilimi tutsam da üzüm durmur. Gördü, əsəb gəlir mənə. Aşağı gəldi, dönəndə mən dedim ki, elə saxlayın, burada düşürəm. Bugün də gəlirik indi, qaça-qaça dərsə yetişim deyə rəqs məktəbinə. Taksiyə minmişəm, uşağı məktəbdən aldıq falan filan. Gəlib B blokundan bizi alır, belə eləyirim. Bilsəydim, buraya qədər gəlməzdim, siz yuxarıda gəlib minərdiniz. İndi mən necə çıxım geri dedim. Başqa maşınlar necə çıxırsa, elə yol var da, burada yol var da, burası sitədir. Mısmarıq tökdü, mən heç nə demədim. Dedim ki, pəncərəni aça bilərəm, ön açıqdır. Mənə belə qızdırma gəlir. Üzr istəyirəm ifadəmə görə. Az qalır ki, belə tutumunun bu damarına bir dənə vurasan üzr istəyirəm. Mən də insanam da, mənim də səbrim var. Gəlmişik yanında saxlayıb, deyirəm ki, burada indi IBAN-ınızı yollayayım, mən sizə yollayayım. Belə ayda, vallahi bunu bayaqdan eləsəydi, indi mən burada nə qədər gözləyim falan, bir də qışqırır. Dedim, mən başa düşmədim. İndi çatmışam, indi pulu ödəməliyəm də. Mən yolun ortasında niyə sizə pul ödəyim? Yaxşı falan. Mən inmədim. Acığımdan inmədim. Oturdum maşında. Ondan sonra şeylədi ki, IBAN-ımı deyim sizə. Gərək üzr istəyəm, dədə-bədədəsini söyəsən. Mənə də yaraşmır, tərbiyəmə yaraşmır. 7 qatını dədə-bədədəsinə gərək söyəsən ki, ondan sonra səslərini aşağı sallar. Gərək şikayət eləyəsən. Nə bil ki, mən buna yalvara, sən Allah, dədən canı məni götür oraya. Elə demişəm, bu minnətlə. Bu arada çox başqalar da deyir. İş yoldaşım müəllim var, onun da keçən gün yoldaşı ilə uşaqları taksi çağırıb. Xanımına taksici pis sözlər deyib. Yəni, İraq olsun, qan düşəcəkmiş. Elə düşünün də, elə eləməyin. Sonra da deyəndə deyir ki, əsəbiyəm. Əsəbiyə hamımız əsəbiyik də. Mən səhərdən nə bilirsən mən nə çəkmişəm. O zaman acıqmı çıxım cəmaatdan. Küçədə kimə çatım ilişiyim. Maşınlar keçir. Narahat oldum. Öpürəm sizi. Eləməyin. Bütün taksiciləri şamil eləmirəm. Allah razı olsun. O qədər iyi, yaxşı, ürəyi, qəşəng taksicilər var. O deyir, abur həyamızdan heç bir şey demirik. O uşaq dayanır. Samira da mənə çıxıb deyir ki, ay ana, sən niyə səsini çıxarmırsan? Boltla probleminiz var, bu mənim günahım deyil. Acı dillərin hesabına yazıq ürəyi təmiz taksicilər də gedəcək. Eləməyin belə.